Amerika Birləşmiş Ştatları, İsrail və İran arasında müharibə artıq 5-ci gününü yaşayır və bugün də artıq tərəflər bir-birlərinə hava zərbələri endirirlər, açıqlamalar gəlir hər iki tərəfdən. Elə indi gələn bir açıqlamanı sizin diqqətinizə çatdırmaq istəyirəm. İran prezidenti Məsud Pezeşkiyan qonşu dövlətlərin liderlərinə müraciət edib, X-da yazıb o bu barədə. Hörmətli dost və qonşu ölkələrin liderləri, sizin köməyinizlə və diplomatiya yolu ilə müharibədən yayınmağa çalışırıq, lakin hərbi təcavüz bizə özümüzü müdafiə etməkdən başqa çarə qoymadı. Biz sizin suverenliyinizə hörmətlə yanaşırıq və regional sülhün region ölkələri tərəfindən təmin edilməli olduğuna inanmağa davam edirik deyə Pezeşkiyan qeyd edib və birinci saatımızda da xəbər vermişdik. Amerikadan da açıqlamalar var. ABŞ-nin yeni hərbi qüvvələri bölgəyə gəlir, İranın sonu çatıb. Onlar da bunu bilirlər. Bunu da ABŞ-nin müdafiə, daha doğrusu müharibə naziri Pete Hegseth açıqlama vermişdi. Bütün bu son gələn açıqlamaları və bugün önəmli bir hadisə, İrandan atılan raket və Türkiyə hava məkanına doğru irəlilədiyi məlum olduğuna görə zərərsizləşdirilmişdi. Nə baş verir? Bunları dəyərləndirəcəyik. Studiyada qonağımızla, əlbəttə ki, mütəxəssislə, studiyada qonağım siyasi şərhçi Əhməd Şahidovdur. Xoş gəlmişsiniz, Əhməd müəllim. Xoş gördük, axşamınız xeyir olsun. Əhməd müəllim, elə başlayaq istəyirsiniz Məsud Pezeşkiyanın açıqlaması ilə və qeyd etdiyim kimi, bugün Türkiyə hava məkanına doğru irəlilədiyi məlum olan bir balistik raket idi özü də, zərərsizləşdirildi. Türkiyə Müdafiə Naziri bir açıqlama verdi və bütün bu tip onların suverenliyini, hava məkanını poza biləcək addımlara lazımi cavab verəcəklərini açıqladılar. Ümumiyyətlə, İran tərəfdən hələ bir açıqlama yoxdur bu ilə bağlı, konkret, düzdür. Xarici İşlər Naziri Hakan Fidan həmkarı ilə danışıb, Ankaranın narahatlığını bildirib. Nə baş verir sizcə? Ümumiyyətlə, gözlənildiyi kimi bu müharibə İran sərhədlərini aşır. İran bir tərəfdən İsrailə birbaşa hava zərbələri endirsə də, Amerika Birləşmiş Ştatlarına yetişə biləcək qitələr arası raketlərə sahib olmadığı üçün ABŞ-ın bölgədəki maraqlarına, xüsusən də Körfəz ölkələrindəki Amerika Birləşmiş Ştatları hərbi bazalarına, onların hərbiçilərinin yerləşdiyi otellərə, evlərə, restoranlara, harda Amerika əskəri varsa ora hədəf açdığını bildirir. Təəssüflər olsun ki, mülki infrastrukturada, evlərə də, ayrı-ayrı yaşayış sahələrinə də bu cür raketlər düşür. Görünən odur ki, İran ciddi şəkildə özünü müdafiə etməyə çalışır. Təbii ki, küncə sıxışmış bir vəziyyətdədir, emosional vəziyyətdədir, bəlkə addımlarını düzgün hesablaya bilmir və qardaş Türkiyə Respublikasına ərazisinə, hava məkanına bir raketin tuşlanması, hərçənd ki, bəzi İran yönümlü ekspertlər bildirirlər ki, bu birbaşa Türkiyəyə yönəlik hücum deyil, Türkiyə ərazisindən keçərək İraq, Suriya ərazisində yerləşən ABŞ hərbi bazalarına yönələn bir hücumdur. Amma istənilən halda Türkiyənin hava məkanı pozulub. Bu, təbii ki, ciddi narahatlıq doğurur. Hələ ki, Türkiyə adekvat reaksiya verməyib, dostcasına İranlı həmkarlarını xəbərdarlıq edib ki, belə bir hadisə bir daha yaşanmasın. Nəzərə alsaq ki, Türkiyə həm də NATO üzvüdür və bu eyni zamanda NATO'nun 5-ci şərtinin işə düşməsi deməkdir ki, artıq bütün NATO üzvü olan ölkələr İrana qarşı cavab atəşi istifadə edə bilərlər. Bu, əslində, elə ABŞ-ın İsrailin istədiyi, planlaşdırdığı bir senaridir. Bu müharibəyə başlamazdan əvvəl nə İsrail, nə də Amerika Birləşmiş Ştatları istəməzdi ki, sonuna qədər İranla tək başına müharibə aparsın. Bu, İranı beynəlxalq bir qlobal təhdid kimi qələmə verib. Fars körfəzi ölkələri, sonra NATO üzvü ölkələri, hətta bizim bölgəmizə də, Cənubi Qafqaza da bu müharibənin sıçramasını istəyərlər. Elə ən həssas bölgə Cənubi Qafqazdır. Azərbaycan, Ermənistan, Gürcüstan. Şükürlər olsun, hələ indiyə kimi bizim bölgəmizə hər hansı bir raket düşməyib, amma hər şey ola bilər. Həm küncə sıxışmış Tehran hakimiyyəti müəyyən bir, heç bir əsası olmayan səbəb gətirərək həm Azərbaycana, Ermənistana bir raket tuşlaya bilər və ya bir naviqasiya səhvi ola bilər raketlərin. Bugün texnologiya elə inkişaf edib ki, hətta bunu Amerika Birləşmiş Ştatları Müdafiə Naziri də bildirir ki, biz bugün İranı öz dronları ilə vururuq. Dronların trayektoriyasını izləyib, naviqasiya sistemini ələ keçirib, öz dronlarını özünə
hücumlarına qarşı. Bu ona deməyə əsas verir ki, bugün İrandan buraxılan raketləri göydə naviqasiya sistemini ələ keçirib onu istənilən ölkəyə, istənilən şəhərə yönləndirmək olar ki, bu eyni zamanda İrana qarşı koalisiyanı genişləndirmək. Təbii ki, Azərbaycan öz ərazisinə düşən raketləri dəf etməlidir, zərərsizləşdirilməlidir və beynəlxalq hüquqa görə həmin raketlərin buraxıldığı ölkəyə cavab atəşi vermək hüququmuz var. Təbii ki, bu baxımdan çox həssas və təhlükəli bir dönəmə gəlirik. Bugün Fars körfəzi ölkələri, Qatar olsun, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Səudiyyə Ərəbistanı artıq İrana cavab atəşi verirlər. Bugün Qətərdən artıq İran ərazisinə cavab atəşi verilib ki, bu da onların suveren hüququdur. Görünən odur ki, İran artıq təklənmiş bir durumdadır. Elə İran prezidentinin bu açıqlaması da həmin qonşu ölkələrə bir mesajdır ki, biz heç bir halda sizin ərazi bütövlüyünə, suverenliyinizə qəsd etmək fikrimiz yoxdur. Sadəcə bizim gücümüz buna çatır. Amerika Birləşmiş Ştatlarına, Amerika qitəsinə raket göndərə bilmirik. Onların bölgədəki maraqlarına hücum edirik. Bu baxımdan Azərbaycanın mövqeyi çox ehtiyatlıdır. Biz dəfələrlə bəyan eləmişik ki, Azərbaycan heç bir halda nə quru, nə su, nə də hava məkanını İrana qarşı əməliyyatlarda nə birbaşa, nə lojistik, nə kəşfiyyat xarakterli istifadə olunmasına imkan verməyəcək və İran ali dini liderinin öldürülməsindən sonra Azərbaycanın dövlət başçısı, Xarici İşlər Naziri İrana başsağlığı verir və bu eskalasiyanın, bu müharibənin dialoq, danışıq yolu həll olunmasını istəyir. Amma bütün senarilara hazır olmaq lazımdır. Bugün artıq Azərbaycan sərhədlərindən keçərək İrandan xilas olmağa çalışan yüzlərlə insan var. Və Azərbaycan onlar üçün təhlükəsiz keçid təmin edir. Təbii, təhlükəsiz keçid təmin edir. Onların fikir verirsinizsə sərhəddə su ilə, yüngül qida ilə təmin olunmasını birazdan Astaraya da bir bağlantımız olacaq yeri gəlmişkən. Bu baxımdan bu müharibə genişlənərsə, bunun birbaşa təsirləri elə Azərbaycana olacaq. Çünki bugün qardaş Türkiyə Respublikası öz İranla sərhəddini bağlayıb, Azərbaycan hələ də o sərhəddi açıq saxlayır. İrandan xarici diplomatların, onların ailə üzvlərinin çıxarılması məqsədi ilə və ya turistlərin çıxarılması məqsədi ilə. Amma bu böyük bir miqyaslı müharibəyə çevrilərsə, təbii ki, həmin sərhəd məntəqəsində yüz minlərlə, milyonlarla qaçqın axını toplanacaq. Elə ilk növbədə Cənubi Azərbaycan olan soydaşlarımızın bir pənah gətirəcəyi ilk qapı Azərbaycan sərhəddi olacaq ki, bu bizim üçün böyük bir riskli, böyük bir iqtisadi, sosial yükdür ki, bunu təbii ki, qarşılamaq üçün indidən dövlət qurumları müəyyən hazırlıqlar görür. İnşallah müharibə o səviyyəyə çatmaz, beynəlxalq güclər dialoqla bu ən azından atəşkəsə nail olarlar. Əhməd müəllim, elə indi bir Türkiyəyə bir canlı bağlantımız olacaq. Hazırda bizimlə Türkiyədən canlı bağlantıda təhlükəsizlik üzrə ekspert Coşqun Başbuğ var. Coşqun müəllim, axşamınız xeyir olsun. Eşidirsinizmi bizi? Eşitiyorum. Hayırlı akşamlar diliyorum Azərbaycanımıza. Teşekkür edirəm. Coşqun müəllim, bugün bir önemli hadisə bu İsrail, ABŞ və İran arasında davam edən müharibədə bir məlumat gəldi və Milli Müdafiə Nazirliyi də Türkiyənin açıqlama verdi. Arxasınca Xarici İşlər Naziri Hakan Fidan həmkarı ilə, Araqçı ilə danışdı. Məsələ nədir? İrandan atılan balistik raketin Suriya üzərindən keçərək məhz Türkiyə hava məkanına doğru irəlilədiyi qeyd edilirdi və vaxtında da zərərsizləşdirildi. Onun bir qisminin də parçalarının, sursatın Hataya düşdüyü məlumdur bizə. Xəbəri də verdik. İndi hər kəsdə bir sual var. Sizcə, yəni bu həmin raket hər hansısa bir Türkiyə ərazisində hədəfi mi, yəni hədəflənmişdi, yoxsa bir təsadüf idi, bu bir səhv idi? Bu bir tesadüftü. Ben öyle bir Türkiye'nin hedefte olduğu bir saldırı olduğu kanaatinde değilim. Çünkü çok tartışılıyor. İran'ın hani bugün bölge ülkelerine yapmış olduğu saldırılar ortada. İşte Türkiye'de böyle bir şey hamle olur mu diye çok konuşuldu. Böyle bir şey olmaz, onu söyleyeyim. Yapılan da tesadüf eseri geldiği zaten yönünde açıklamalar var. Onun da ötesinde Dışişleri Bakanlığı'nın İran nezdinde yaptığı girişimler var. Biz zaten baştan beri İran'ın güttüğü politikanın yanlış olduğunu hep söylüyoruz. Yani gerek işte Suudi Arabistan, gerek o körfez ülkeleri, buralara yapılan saldırılar, bu saldırılarda işin geldiği boyut gerçekten çok tehlikeli bir noktaya geldi. Şimdi füze dediğin gibi NATO kapsamında etkisiz hale getirildi ama kazayla da olsa
bir etki ürettiği takdirde işin rengi bambaşka yerlere gelecekti. Böyle bir risk vardı ve bu riski de biz maalesef İran'a çok defa aktaramıza rağmen bir türlü önünü geçip kesemedik. Biliyorsunuz Sayın Erdoğan ilk günden beri sürekli olarak İran'a stratejik hata yaptığını, bölge ülkelerine saldırmanın yanlış olduğunu defalarca söyledi. Keza Sayın Hakan Fidan dün katıldığı programda yine benzer açıklamalarda bulundu. İran'ın stratejisinde bir hata var, bir yanlış var. İran'ın yalnızlığa değil, birlikteliğe ihtiyacı var. Dolayısıyla bu bölge ülkelerine yapılan saldırılar doğru değil dedik. İşte ispatı da şu an işte bizim anlattığımız olay. Evet, kasıt yok. Bir tesadüf eseri yapılan füze saldırısı ama önlenemeyebilirdi. Kayıplara neden olabilirdi. Bu durumda birden fazla ülkede gerilim yaşayabilirdi İran. Bu risk her daim var, onu söyleyeyim durmadıkça İran. Biz o nedenle her zaman her daim ikaz ederek İran'ı doğru yola getirmeye çalışıyoruz. Bugün İran'ın yapması gereken saldırılar İsrail'e ve Amerika'ya olmalı. Amerikan donanması güneyde, İsrail işte hemen batısında. Buralara yapılan her türlü saldırıda hiçbir sıkıntı yok. Ama siz o sınırlı stoklarla, füze ve diğer mühimmatta eliniz bu kadar kısıtlıyken bunları tutup da bölge ülkelerine karşı kullandığınız zaman hem işin rengi değişir hem de enerji kuvveti yanlış yerlerde harcamış olursunuz. Sıklet merkezi Körfez ülkeleri değil, İsrail olmalı. Yine aynı şekilde esas saldırıya uğraması gereken yer bölge ülkeleri değil, Amerika olmalı. Bununla ilgili İran'ın geçmişte paylaştığı videolar var. İşte herhangi bir savaş durumunda buralara yönelik yapacağı saldırılarla ilgili ikaz ve ihtarları var. Hatırlayın işte o videolarda dünya kamuoyuna servis edildiğinde Amerikan donanmasına yapılan saldırılar, şu an devrim muhafızının elinde bulunan hücum botlarla yapılan o münferit saldırı ve sonunda o Umman Denizi'nin her yerin kana bulandığı görüntüler, işte Amerikan tabutlarının suda yüzdüğü sahneler akıllarda. Bunlardan hangisini uyguladı şu ana kadar İran? Hiçbirini. Ne zaman uygulamayı düşünüyor? İşte İran'ın açıklamasına bakarsan füzelerin en büyüğünü sona saklıyoruz diyor ama savaş çok ciddi bir boyuta geldi. Yani bugün kullanmayacaksın, ne zaman kullanacaksın ki İran bir Amerikan gemisini batırdığı takdirde Amerika'da gündem değişir. Trump çok zorda kalır. Bunlar bu savaşı lehine çevirmenin kolay yolları, fakat İran ısrarla ne böyle bir yola başvuruyor ne de bu yolu görmekten bir adım atıyor. Dolayısıyla şu ana kadar İran'da biz bu konuda olumlu bir adım göremedik. Tam tersi süreci daha da risk eden böyle saldırılarla düşman ülkelerin sayısını artıran bir İran tablosu var ortada. Ki en büyük korkum şu, bölge ülkeleri de İran'a cevap vermeye kalkarsa işte o zaman işin rengi çok farklı yere getirir. Bir anda başka mecraya kayar. Bu da bana göre Orta Doğu'da tam da Batı'nın tam da İsrail'in istediği bir ortamı doğurur. Coşqun bəy, müzakirəmizi üzr istəyirəm. Davam etdirəcəyik müzakirəmizi. Elə bir xəbər var. Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan'dan bir açıqlamalar var. Müzakirəni davam edəcəyik. Mən o açıqlamanı izləyicilərin diqqətinə çatdırmaq istəyirəm. Az öncə danışıb prezident Erdoğan. Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan oxşar hadisələrin bir daha baş verməməsi üçün İrana xəbərdarlıq etdiyini bildirib. Erdoğan regionda baş verən hadisələrə qarşı Türkiyənin lazımi tədbirləri gördüyünü deyib. Regionumuzun üzləşdiyi bu çətin günlərdə sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyi məsələsində işi əsla şansa buraxmırıq. Bu səhər baş verən hadisədə olduğu kimi NATO müttəfiqlərimizlə birlikdə zəruri tədbirləri görürük və dərhal lazımi müdaxiləni edirik. Oxşar hadisələrin bir daha təkrarlanmaması üçün xəbərdarlıqlarımızı da ən aydın və qəti şəkildə çatdırırıq. Allaha şükürlər olsun ki, ölkəmizin və xalqımızın təhlükəsizliyinin təmin olunması istiqamətində iradəmiz və imkanlarımız ən yüksək səviyyədədir. Son 23 ildə bütün maneələrə baxmayaraq bu qətiyyətimizdən əsla geri çəkilməmişik deyə Erdoğan bildirib. Coşqun bəy, bu NATO məsələsinə xüsusilə istəyirəm toxunaq. Türkiyə NATO'nun önəmli üzvlərindən biridir. Əslində açıqlamalar hadisə baş verəndən sonra Türkiyə mediasında belə bir məlumat yayılırdı ki, yəni bu raket dəqiq deyildi, bu qəsdən edilmişdi, yoxsa bir təsadüf idimi? Adı çəkilirdi ki, İncirlik və Kürecik deməli radar üssü, yəni bazaları var. Onları mı hədəf almış ola bilərmi? Ümumiyyətlə bunu bir izah edə bilərsinizmi bunların əhəmiyyətini?
Şimdi savaş başladığından beri hep zaten kürecik ve incirlik konuşuluyor. Bir takım çevreler ısrarla İran'ın buralarda hedef alabileceğini söylüyor ama ben o gün de söyledim. Yine aynı noktada duruyorum ve aynı şeyleri söylüyorum. İran kürecik ve incirliği hedef alamaz. Buralara herhangi bir saldırıda bulunamaz. Bir, Türkiye'yi karşısına almak istemez. İkincisi, zaten buralardan İran'a yönelik herhangi bir hasmane tutum yok. İran etkileyen bir süreç işlemiyor buralarda. Dolayısıyla Türkiye, ki bu konuda İran'a en dost, en samimi yaklaşan bir ülke, biz baştan beri bu bahsettiğim üsler bizde olmasına rağmen Amerika'ya karşı durduk ve dedik ki İran'a yapılan saldırıyı asla doğru bulmuyoruz dedik. Dolayısıyla İran'ın buralara bir müdahalede bulunmasını gerektirecek bir ortam yok. İki, İran buralara müdahalede de bulunamaz, onu söyleyeyim. Yani Türkiye ne Ürdün'e, ne Suudi Arabistan'a, ne diğerine benzemez. Onun sonuçlarını bildiği için İran böylesi bir yere müdahale aklından dahi geçiremez. Şimdi bu füze hemen orayla ilişkilendirildi. Acaba İncirli'ye yapılan bir saldırı mı diye. Ben öyle olduğu kanaatinde değilim. Bu dediğin gibi kazayla yapılan bir atış ve zaten gereken de yapıldı. Aydın. Öyle bir niyeti olsa zaten yoğun bombardımanla istediği sonucu alabilir ama gördüğün gibi tek bir füzeyle olay geçiştirildi. Ben bu füzenin bir kaza sonucu Türkiye'ye doğru yönlendiğini ve böyle bir olayın yaşandığını düşünüyorum. Yoksa İran'ın böyle Türkiye'ye karşı bir saldırı planladığı kanaatinde asla değilim. Aydın Coşkun müəllim, yine sizinle müzakiremizi devam etdirəcəyik. Əhməd müəllim, Yalnız buyurun. Yayına gireceğim. Buyurun, o zaman sizinle sağollaşaq. Çox təşəkkür edirəm yayıma qatıldığınız üçün, dəyərləndirməniz üçün. Çox sağ olun. Təşəkkür edirik. Coşkun müəllimlə təşəkkür edirik bir daha bağlantı üçün. Türkiyədən bizimlə canlı bağlantıdaydı. Təhlükəsizlik üzrə ekspert Coşkun Başbuğ və dəyərləndirmələrini eşitdik. Əhməd müəllim, bir görüntümüz də var. Bu Körfəz ölkələrində Amerika Birləşmiş Ştatları hərbi bazaları və Amerika hərbçilərinin sayı barədə bir təsvirdir. Biz daha öncə bu barədə dəfələrlə məlumat veririk və İran da bu müharibə müddətində həmin ABŞ bazalarını hədəf aldığını bildirir. Hər zaman yəni hədəflərə gedib çatmır, fərqli istiqamətlərə düşür və demək olar ki, müharibə artıq Körfəz ərazisinə də yayılmaq üzrədir. Xüsusilə bunun bir digər bir səbəbi də iqtisadiyyata ciddi təsir göstərir. Ümumiyyətlə, hazırki tendensiya sizə, yəni sizin proqnozunuz nədir bununla bağlı? Müharibənin Körfəz ətrafına yayılması, bu gərginlik təkcə baxın, ərəb ölkələridir xüsusilə. Birləşmiş Ərəb Əmirliyi olsun, Səudiyyə Ərəbistanı olsun, Küveyt, İraq, Yordaniya, Qətər. Bu belə görünür ki, İranla münasibətlər pisləşir belə olduğu halda. Proqnozunuz nədir bununla bağlı? Əslində İran nöqteyi nəzərindən yanaşsaq, burada heç bir halda münaqişə tərəflərində tərəf tutmaq niyyətimiz yoxdur, amma İran nöqteyi nəzərindən yanaşsaq, İranın təbii ki, İsrail ərazisinə raket göndərmə imkanı var texniki cəhətdən. Göndərir də əslində. Göndərir də. Tel Aviv olsun, Hayfa olsun, digər şəhərlər vurur. Amerika Birləşmiş Ştatları ərazisinə hansısa bir raket göndərmək bu ümumiyyətlə mümkün olan bir şey deyil. Amma burada sadə bir məntiq var. Əgər İran nöqteyi nəzərindən düşünsək, əgər İran prezidentini, İran ali dini liderini, İran əskərini onun evində vurursansa, İran sənin əskərini sənin evində vura bilməsə də qonşunun evində vurur. Bunun üçün heç bir nəzəri cəhətdən fərqi yoxdur. İran ABŞ əskərini Vaşinqtonda vurdu ya Qətərdə vurdu. Əsas odur ki, düşmənin canlı mövqeyini, əskərini, hərbi bazasını sıradan çıxar. Və İran maraqları nöqteyindən düşünsək, təbii ki, İran iddia eləyir ki, İranın İsrailə göndərdiyi raketlər Qətər ərazisində olan radar sistemləri vasitəsilə, Körfəz ölkələri ərazisində olan radar sistemləri vasitəsilə təsbit olunur, koordinatlar İsrailə ötürülür, İsrail həmin raketləri gəlməmişdən havada zərərsizləşdirir. Bu baxımdan İranın başqa çıxış yolu yoxdur. Körfəz ölkələri ilə burada artıq müsəlman həmrəyliyi, dini faktor ikinci, üçüncü plana keçir. İran çalışır ki, maksimum Körfəz ölkələrini dəki həmin hərbi bazaları zərərsizləşdirsin və buna da müəyyən qismən də olsa və ya tam şəkildə olsa, bugün Bəhreyndə, Qətərdə olan, Küveytdə olan ABŞ hərbi bazalarını vura bilir. Təbii ki, bu
Körfəz ölkələri ilə münasibətləri artıq düşmən səviyyəsinə gəlib. Bugün Körfəz ölkələri ciddi şəkildə İrana cavab verməklə bağlı, koalisiyaya qoşulmaqla bağlı düşünürlər. Hətta ayrı-ayrı ölkələr, Qətər olsun, digər ərəb ölkələri, Səudiyyə Ərəbistanı hətta İrana cavab atəşi də veriblər. Və bu müharibənin coğrafiyası genişlənir. Bu artıq 3-cü Dünya müharibəsi astanası deməkdir. Çünki artıq Türkiyə ərazisinə atılıbsa, bu qəsdən olub və ya Türkiyə ərazisindən keçərək İsrailə yönəlmişdi, İraqa, Suriyaya yönəlmişdi. Bunu demək çətindir. Hələ ki İran tərəfinin rəsmi bir açıqlaması yoxdur, amma bu hərəkət təkrarlanarsa, təbii ki, Türkiyə özünü müdafiə etməkdən başqa çıxış yolu yoxdur və bu Türkiyə təkcə bir müstəqil ölkə kimi yox, NATO üzvü olan ölkə kimi NATO ölkələrini köməyə çağırmaq məcburiyyətindədir. Belə olan halda İranın düşdüyü vəziyyət artıq çıxılmaz olur. Hər tərəfdən bombalara yağdırılan İran, az öncə Türkiyə ilə həmkarımız dedi ki, İran nəyə görə ən güclü silahını sona saxlayır. Bu əslində ağıllı gedişdir. Çünki İran hər gün yüzlərlə, minlərlə raket buraxır. Bu raketlərin qarşısını almaq üçün İsrail də hər gün eyni sayda, hətta daha çox havada müdafiə sistemi raketləri buraxır. Və ABŞ Müdafiə Naziri Hersegin belə bir maraqlı açıqlaması oldu ki, səhv eləmirəmsə Marco Rubio'nun dövlət katibi ki, İran artıq o səviyyəyə gəlib çatıb ki, ayda 100 ballistik raket istehsal edir. Hərçənd ki, biz həmin ballistik raketləri zərərsizləşdirmək üçün havadan müdafiə sistemləri raketlərini ayda 6-7 istehsal edə bilirik. Bu o deməkdir ki, bu bir yarışdır. Kim daha tez yoruldu deyə. İran 100 raket atırsa, həmin 100 raketi zərərsizləşdirmək üçün 300-400 havadan müdafiə sistemi raketi atılır İsrail tərəfindən və hansı tərəf yorulacaqsa, taqətdən düşəcəksə, İran özünün ən o hipersonik uzaq mənzilli raketlərini sona saxlayır ki, İsrailin o dəmir qübbə havadan müdafiə sistemi olsun, Patriot sistemləri artıq yorulsun, sıradan çıxsın, artıq o son ən güclü silahı ilə istədiyi hədəfləri vura bilsin. Bu əslində ağıllı bir gedişdir və burada müharibə təkcə Körfəz ölkələrini əhatə eləmir. Bugün Avropaya qədər gəlib çatıb. Baxın, Yunan Kipri dediyimiz Kipr Respublikasında Böyük Britaniyanın 2 hərbi bazası var ki, artıq Kiprə qədər hədəfləri vura bilir, ən azından raket göndərir. Burada tək Yunan Kipri deyil, Kipr balaca bir adadır, orada Şimali Kipr Türk Cümhuriyyəti var, onlar da zərər görə bilər. Bu baxımdan müharibənin coğrafiyası genişləndikcə əslində Türkiyənin narahatlığı da əsaslıdır ki, İran daha çox dünyadan izolyasiya olunur. Özünə bu çətin anlarda daha çox müttəfiq toplamaq əvəzinə daha çox düşmən toplayır. Bunu bilərəkdən edirlər, yoxsa buna məcburdular. Onu dəqiq söyləmək çətindir, amma görünən odur ki, daha çox ölkə bugün İrana qarşı hərbi əməliyyatları dəstəkləmək qərarına gəlib. Bugün Böyük Britaniya, Fransa, Almaniya artıq hazırlıq səviyyəsindədir ki, mümkündür ki, İrana qarşı hərbi əməliyyatlara onlar da qoşulsunlar. İran bu müharibədə nə qədər tab gətirəcək, bunu zaman göstərəcək, amma görünən odur ki, İranın rəhbər şəxsləri Əli Lərcani də bildirir ki, uzun illərdir biz bu uzun müddətli müharibəyə hazırlaşırıq. İranın yeri altında böyük bir şəhər var, Anqar var ki, orada 10 minlərlə raketlər var və onları hədəflərə doğru göndərir. Burada beynəlxalq güclərin, Rusiyanın, Çinin də mövqeyi, səssizliyi deyərdim, maraqlıdır. Çünki hələ ki, adicə açıqlamalardan, bəyanatlardan o tərəfə gedib çıxmayıb. Onların da bu səssizliyi müzakirə oluna bilər. Amma iqtisadi cəhətdən təbii ki, Hörmüz boğazının bugün bağlanması, dünya enerji bazarında görüntü var idi. Dünya enerji bazarında artıq Brent markalı neft 85 dollara yaxınlaşıb. Bu ilkin mərhələdə neft istehsal edən ölkələr üçün daha çox gəlir deməkdir. Azərbaycan da o ölkələr siyasındadır. Digər eləyət Məhəmməd. Bəli. Yəni amma burada beynəlxalq yük daşımaların sığorta gəlirləri ki artır. Bu ciddi bir dünya enerji bazarında ciddi risklər deməkdir və nəzərə alsaq ki, bu bölgənin elə sərhəddində yerləşir Azərbaycan. Bu Azərbaycanın da enerji təchizatı üçün, enerji neft-qaz obyektləri üçün ciddi risklər daşıyır. Çünki bugün müharibə təkcə quruda deyil, elə Xəzər dənizi bölgəsində də artıq Amerika Birləşmiş Ştatları rəsmiləri bildirir ki, İranın dəniz donanması tamamilə məhv edilib, dənizdəki ən önəmli strateji gəmiləri batırılıb. Bu Xəzər dənizi hövzəsinə də keçsə, təbii ki, bu bizim hamımız üçün, bölgəmiz üçün ciddi bir risklər deməkdir. Dünən elə deməli İran
rəsmi şəkildə bəyan elədi ki, Hörmüz boğazını bağlayıb və keçən istənilən gəmi atəş açılacaq. 4 tankerə də hətta atəş açıldığı barədə xəbər var idi. Biz burada təsvirdə də görürük Hörmüz boğazı və onun əhəmiyyətini və təbii ki, kəskin şəkildə neft və qaz qiymətlərinə təsir eləyir. Buradan təbii ki, Çinə böyük təsir var və ən böyük ixalçılardan onun Avropaya böyük təsir var. Biz proqramımızın birinci saatında həm Çindən, həm də Avropadan bu son məlumatları aldıq. İndi bir bağlantımız olacaq. Proqramın əvvəlində də bildirmişdim. Azərbaycan münaqişə başlayan gündən təhlükəsiz keçid təmin eləyir Astara sərhəd keçid məntəqəsindən. İndi əməkdaşımız Cavid İmaməliyev hazırda dövlət sərhədindən buraxılış məntəqəsindədir. Bugün İrandan Azərbaycan sərhədi ilə təxliyə edilən vətəndaşlar barədə ətraflı məlumat verəcək. Axşamınız xeyir olsun Cavid. Buyurun, eşidirik sizi. Salam Novruz, axşamınız xeyir. ABŞ və İsrailin İrana zərbələri ilə bağlı İrandan yerli və xarici vətəndaşların təxliyəsi prosesi davam eləyir və 28 fevral saat 08:00-dan indiyənədək 240-dan çox Azərbaycan vətəndaşı və 1000-ə yaxın xarici vətəndaş ölkəmizə təxliyə olunub. Biz hazırda Astara dövlət sərhəddindən buraxılış məntəqəsindəyik və bu keçid məntəqəsi İrandan təxliyə olunan vətəndaşlar üçün əsas keçid məntəqəsi rolunu oynayır və bildirmək istəyirəm ki, Serbiya, İsveç, İsveçrə, Slovakiya, Rusiya, Pakistan kimi ölkələrin diplomatik nümayəndələri və səfirlikləri bu məntəqədən keçməklə öz ölkələrinə gedirlər və hazırda da müxtəlif ölkələrin diplomatik nümayəndələri Astara dövlət sərhəddindən buraxılış məntəqəsinə yaxınlaşıblar və burada müəyyən prosedurlardan keçirdikdən sonra öz ölkələrinə qaytarılacaqlar. Qeyd edim ki, burada gücləndirilmiş iş rejimində insanların, vətəndaşların təxliyəsi prosesi davam eləyir. Təxliyə olunanlar üçün hər bir şərait yaradılıb, isti çay ocaqları düzəldilib, əraziyə təcili tibbi yardım briqadaları cəlb edilib. Təxliyə olunan vətəndaşlar xüsusi avtobuslarla öncə paytaxtda, oradan isə aidiyyəti üzrə ölkələrinə göndərilirlər və bir daha xatırladım ki, indiyənə qədər 240-dan çox Azərbaycan və 1000-ə yaxın əcnəbi vətəndaş İrandan ölkəmizə təxliyə olunub və bu gün səhər saatlarından etibarən daha çox müxtəlif ölkələrin diplomatik nümayəndələri təxliyə üçün buradan öz ölkələrinə qayıdırlar. Mənim bu sahada çatdıracaqlarım bu qədər. Söz yenidən sizdədir. Təşəkkür edirəm Cavid, ətraflı məlumat verdiyiniz üçün. Cavid İmaməliyev Astara dövlət sərhədindən buraxılış məntəqəsində idi və təxliyə prosesi qeyd etdiyimiz kimi davam eləyir və bugün həmçinin bu hava nəqliyyatında yaranan problemlə əlaqədar xarici ölkələrdə olan, xüsusilə Səudiyyə Ərəbistanı idi, səhv etmirəm, orada charter reys təşkil olunmuşdu. Həmin deməli vətəndaşların Azərbaycana charter reysinin təxliyəsi ilə bağlı bir qədər sonra bu barədə də yenilənən məlumat gəldikcə diqqətinizə çatdıracağıq. Əhməd müəllim, Azərbaycan təhlükəsiz keçidi təbir eləyir və belə bir məqamda Azərbaycanın digər bir mühüm önəmi də diqqət çəkir. Bu da bu hadisənin, bu münaqişənin hava nəqliyyatını iflic eləməsi faktıdır. Bir çox artıq aviaşirkət reysləri ləğv eləyib, minlərlə sərnişinlər hava limanlarında qalıblar, müxtəlif beynəlxalq hava limanlarında və ötən gün səhv etmirəmsə mən daha dəqiq məlumatlar çatdırdım. Artıq informasiyalarda yenilənib. Bir çox beynəlxalq aviaşirkət məhz təhlükəsiz marşrut kimi istiqamətini dəyişərək Azərbaycan üzərindən keçir və biz Azərbaycanın şərqlə qərb arasında bir körpü rolunu oynadığını hər zaman deyirik. Xüsusilə yəni quru yollardan, torpaq yollardan belə bir məqamda hava yolundan da məhz həmin o körpü funksiyasını çox təhlükəsiz bir marşrut olaraq yerinə yetirdiyini görürük və belə bir məqamda Azərbaycanın əhəmiyyəti necə görünür? Təbii ki, Azərbaycanın yerləşdiyi coğrafiya belə bir krizis dönəmlərində bir daha öz önəmini ortaya qoyur. Təkcə quru sərhədləri ilə deyil, eyni zamanda bugün İran müharibəsi və Körfəz ölkələri ümumiyyətlə Asiya ilə Avropa arasında ən təhlükəsiz nəqliyyat qovşağı coğrafi olaraq Azərbaycandır, paytaxt Bakıda. Eyni zamanda Heydər Əliyev adına beynəlxalq hava limanının lojistik, inzibati imkanları, orada xüsusən də yeni terminalın bir neçə zolaqları, enmə, qalxma zolaqları bu Bakının
həm təhlükəsiz bir şəhər olması, həm də uğurlu bir coğrafiya nəqliyyat qovşağında yerləşməsi baxımından bütün hava reysləri məhz Bakı üzərindən bölgədən çıxır və öz ölkələrinə gedirlər. Bu baxımdan Bakının əhəmiyyəti bir daha ortaya çıxmış olur. Bu eyni zamanda Azərbaycanın İranla da münasibətlərində çox balansı qorumaq ki, bugün bütün qonşu ölkələrə hücum edən, raket göndərən İran Azərbaycanla bağlı münasibətlərdə artıq o məsafəni qoruyub saxlayır. Əslində Azərbaycan uzun illərdir ki, həm İranla, həm İsraillə, Amerika Birləşmiş Ştatları ilə çox yaxın müttəfiqlik əlaqələrinə sahib olsa da heç bir halda öz ərazisindən, nə quru ərazisi, nə su, nə hava məkanından İrana qarşı hücum əməliyyatlarında istifadə olunmayacağını dəfələrlə bəyan edib. Bu baxımdan Azərbaycan stabil, təhlükəsiz bir ölkə olaraq eyni zamanda dediyim kimi çox uğurlu nəqliyyat qovşağında yerləşdiyi üçün bugün İrandan evakuasiya prosesi və Körfəz ölkələrindən ki, insanların, turistlərin bölgədən çıxarılması üçün Bakı Beynəlxalq Hava Limanı, Beynəlxalq aeroport çox uğurlu şəkildə istifadə olunur, imkanları da var. Düşünürük ki, bu münaqişə daha da genişlənmədən bir dialoq əldə olunar. Çünki müharibə heç bir zaman bir xeyir gətirməyib, fayda gətirməyib. Biz 30 ildən artıqdır ki, bu müharibəni öz üzərimizdə yaşamış bir xalq olaraq, ölkə olaraq 1 milyondan artıq qaçqınımız olub. Bugün İranda bu müharibə artıq 1000-ə qədər insanın həyatını itirməsinə gətirib çıxarıb və müharibənin dərinləşməsi bundan sonra da bölgədə faciələrə gətirib çıxara biləcək. Orada bizim 40 milyondan artıq soydaşımız var. Onların taleyi təbii ki, bizi maraqlandırır. Bu 90 milyonluq bir ölkənin bir müharibə bataqlığına çevrilməsi Azərbaycan üçün də, bölgə üçün də bir humanitar fəlakətə səbəb ola bilər. Biraz öncə siz də vurğuladınız. Böyük Britaniya Aralıq dənizinə hərbi gəmi göndərir və bu gəmi Kiprə yollanır. Amma Londonun hücumlara qoşulmayacağını bəyan edib. Bununla bağlı bir sujet var, yeni bir sujet izləyək. Böyük Britaniya hökuməti Cənubi Kiprdə yerləşən Raf Akrotiri hərbi bazasının təhlükəsizliyini gücləndirmək məqsədi ilə Şərqi Aralıq dənizinə Kral donanmasına məxsus hərbi gəmi göndərir. Baş nazir Keir Starmer bildirib ki, HMS Dragon bölgəyə ezam olunacaq. Bu qərar Amerika Birləşmiş Ştatları, İsrail və İran arasında artan gərginlik fonunda qəbul edilib. HMS Dragon Böyük Britaniyanın 6 ədəd Type 45 hava hücumundan müdafiə SPS-lərindən biridir. Gəmi 200-dən çox heyət üzvü ilə xidmət göstərir və 10 saniyədən az müddətdə 8 raket buraxmaq imkanına malikdir. Bundan əlavə 2 ədəd Wildcat tipli helikopter də bölgəyə göndərilir. Qərar bir gün əvvəl Raf Akrotiri bazasının uçuş enmə zolağının pilotsuz uçuş aparatı ilə vurulmasından sonra verilib. Böyük Britaniyanın Müdafiə Nazirliyi hadisə nəticəsində minimal zərər dəydiyini açıqlayıb. Nazirlik həmçinin son 24 saat ərzində Britaniya Silahlı Qüvvələrinin İraq, İordaniya və Qətər üzərində bir neçə dronu məhv etdiyini bildirib. İlk dəfə olaraq Rafa məxsus F-35B qırıcıları əməliyyat zamanı hədəfi vurub. Fransa Prezidenti Emmanuel Macron isə ölkəsinin yeganə aviadaşıyıcısı olan Charles de Gaulle gəmisini Aralıq dənizinə göndərəcəyini açıqlayıb. Yunanistan da Kiprə dəstək məqsədi ilə F-16 qırıcıları və freqatlar göndərəcəyini bəyan edib. Keir Starmer bildirib ki, İranın addımları Böyük Britaniyanın maraqları və müttəfiqləri üçün birbaşa təhdid yaradır və buna cavab vermək zəruridir. Qeyd edək ki, Starmer əvvəlcə Amerika Birləşmiş Ştatlarının təyyarələrinin İran əleyhinə zərbələr üçün Britaniya bazalarından istifadəsinə icazə verməmişdi. Bu qərar Amerika Birləşmiş Ştatlar Prezidenti Donald Trump tərəfindən qınanılmışdı. Lakin daha sonra Starmer Amerika Birləşmiş Ştatlarının İngiltərədə və Hind okeanındakı Diego Garcia adasında yerləşən bazalardan İranın balistik raketlərinə və onların saxlama məntəqələrinə zərbə endirməsi üçün istifadəyə razılıq verib. Digər hədəflərə hücumlara isə istifadə verilməyib. Akrotiri bazasına zərbə endirilməsinə baxmayaraq, Keir Starmer Böyük Britaniyanın hücum xarakterli əməliyyatlara qoşulmayacağını bir daha vurğulayıb.
Yeri gəlmişkən İspaniya ümumiyyətlə bir açıqlama var İspaniyadan. O da baş nazir bildirib ki, Madrid İran əməliyyatları üçün bazalarının istifadəsini rədd eləyir və bu xəbər. Ümumiyyətlə bu gedişat sizcə yəni sonu nə olacaq? Əslində Böyük Britaniya lap öncədən bildirmişdi ki, İrana qarşı əməliyyatlarda iştirak eləməyəcək, hücum əməliyyatlarında, amma faktiki olaraq bu müharibədə iştirak eləyir. Çünki İrana birbaşa İran ərazisində hücum əməliyyatlarında Böyük Britaniyanın ordusu, hava qüvvələri iştirak eləməsə də, İrandan atılan raketlərin ətraf qonşu ölkələrdə, Körfəz ölkələrində dəf edilməsində Böyük Britaniya qırıcıları aktiv şəkildə iştirak edirlər və bu gün Kipr adasında, Yunan Kiprində 2 Böyük Britaniya hərbi bazası var. Əgər İran həmin bazaları hədəfə alırsa, təbii ki, Britaniya onlara cavab verir, yəni o raketləri tutur. Artıq de facto həmin müharibədə iştirak edirlər. O ki, qaldı İspaniya. İspaniyanın mövqeyi Avropanın, belə deyə, əsas aparıcı ölkələrindən biri olan İspaniyanın ümumiyyətlə yaxın şərqlə bağlı siyasəti fərqlidir. Brüsseldən fərqli olaraq İspaniya hər zaman Qəzza zolağında, Fələstində törədilən bu qətliamı qəti şəkildə pisləyib, İsrailə qarşı bəyanatlarla çıxış eləyib ki, bu İspaniyanın xarici siyasətində ana xətti və İspaniyanın son qərarı ki, ABŞ ordusuna öz hərbi bazalarından istifadə etməyə icazə verməyəcək, bu prezident Donald Trumpı əsəbləşdirib və Donald Trump hətta Almaniyanın kansleri ilə görüşdə belə bir qəzəbli şəkildə bildirdi ki, biz istəsək İspaniya ərazisində həmin bazalardan istifadə edə bilərik. Bu da anlaşılmır hansı dərəcədə bu bir ölkənin suverenliyinə müdaxilədir. Amma istənilən halda görünən odur ki, həm NATO olsun, həm Avropa bugün hələ də Amerika Birləşmiş Ştatlarının belə deyək, kölgəsi altındadır. Amerikanın qatıldığı istənilən müharibə Avropanı da, NATO'nu da özü ilə aparacaq. Bu baxımdan Ukrayna-Rusiya müharibəsində Vaşinqtonun sərgilədiyi mövqe artıq Avropa ölkələrini, NATO ölkələrini bir qədər tərəddüd eləyir ki, biz ABŞ-ın, İsrailin İrana qarşı bu müharibəsində iştirak eləməliyikmi? Bu bizə hansı faydaları, riskləri gətirəcək? Ona görə də həm Amerika Birləşmiş Ştatları, həm İsrail əslində elə bir strategiya qurub ki, və İranın bugün Körfəz ölkələrinə, Kiprə, Türkiyəyə raket atması bilərəkdən, bilməyərəkdən fərqi yoxdur. Bu son məqamda Vaşinqtonun, Təl-Əvivin maraqlarına xidmət eləyir ki, bəli, bu müharibədə İrana qarşı daha çox ölkələri öz sıralarımıza cəlb edə biləcək. Bu baxımdan Türkiyənin İrana xəbərdarlığı haqlıdır. Yəni İran bu çətin vəziyyətində elə eləməlidir ki, qarşısında təkcə İsrail və Amerika olsun, heç bir halda digər ölkələrə hücum etməsin ki, həmin ölkələr də İrana qarşı bu əməliyyatlarda iştirak eləməsinlər. Amma bugün İran elə bir vəziyyətdədir ki, ali dini liderini itirib, əvvəlki prezidentini itirib. Demək olar ki, bütün hərbi eşalon, generalitet artıq sıradan çıxıb, çətin bir vəziyyətdədir, rasional düşünə bilmir, emosional bir vəziyyətdədir. Əlində minlərlə, bəlkə də 10 minlərlə raket var. Harda bir hədəf görürsə və ya harda bir təhlükə mənbəyi görürsə, hansısa bir şayə, sosial şəbəkələrdə bir deepfake video, görüntü belə İranı hərəkətə gətirə bilər. Bu baxımdan mən bunu mövzumuzdan, əslində mövzumuza aiddir. Azərbaycanda bugün sosial şəbəkələrdə, bəzən televiziya ekranlarında bəzi ekspertlər, siyasi sərçilər İranla bağlı tərəf tutma siyasəti yürüdürlər. İlk növbədə burada türklər demiş, dövlət haqlı ilə hərəkət eləmək lazımdır. Bugün bizim dövlətimizin mövqeyi heç bir halda münaqişə tərəfindən birinə dəstək və ya qınama siyasəti yoxdur. İran İslam Respublikası bizim qonşumuzdur. Orada baş verən istənilən hadisə bizə birbaşa təsir eləyir. Təəssüflər olsun ki, sosial şəbəkələrdə, mediada bugün İran əleyhinə çağırışlar var, İranın bombalanmasına dəstək verən insanlar var. Bu heç bir halda Azərbaycana fayda gətirən bir mövqe deyil. Bugün İran çətin vəziyyətdədir, emosionaldır, bəlkə də soyuqqanlı düşünə bilmir. Hansısa bir saxta xəbər, hansısa bir deepfake Azərbaycanı hədəfə gətirirlər. Təbii ki, bugün elə bir videolar yayılır sosial şəbəkələrdə, elə bir fotolar yayılır ki, hətta aparıcı dünya mediası, BBC olsun, CNN olsun, onların həqiqət və ya deepfake olduğunu ayırt eləyə bilmir. Zaten 2020-ci il müharibəsindən bəri İranın
İranın Azərbaycana qarşı hansı iddiaları var idi? Güya Azərbaycanda İsrailin hansısa hərbi bazalar var, məxfi anqarları var. Bu heç bir əsası yoxdur, sübutu dəlili olmayan və həqiqətə uyğun olmayan uydurma xəbərlərdir və belə bir həssas dönəmdə İranda həmin elə o sadə dildə desək, o raketlərin naviqasiya belə deyək, mərkəzi, beyin mərkəzində oturan bir hansısa bir İranlı əskər mi deyim, zabit mi deyim, o deepfake xəbərlərə inanıb raketlərin birini yönləndirə bilər Azərbaycana. Bu bizə heç bir fayda gətirmir. Biz bu dönəmdə, çətin dönəmdə təbii ki, dövlətimizin rəsmi mövqeyinə uyğun bir siyasət aparmalıyıq. Heç bir halda nə İranı açıq şəkildə müdafiə etmək, çünki İranın da körfəz ölkələri ilə bağlı, Türkiyə ilə bağlı atdığı bu addımlar bizim üçün xoş deyil. Nə də İrana qarşı bu hücumları açıq şəkildə dəstəkləmək bizim milli maraqlarımıza uyğun deyil. Biz təbii ki, bu müharibənin tezliklə bitməsini istəyirik. İran daxili baş verən proseslər də İran İslam Respublikasının daxili məsələsidir. Bu müharibə İranla İsrail, ABŞ arasında gedir. Özləri bunu həll eləyəcəklər. İran daxilində baş verənlər də İran vətəndaşlarının daxili məsələsidir. Azərbaycanın istədiyi odur ki, heç bir qonşuluğunda, sərhəddində geniş miqyaslı müharibə olmasın, humanitar fəlakət yaranmasın. Çünki az öncə dediyim kimi, bugün biz İrandan diplomatları, onların ailələrini təxliyə ediriksə, bugün sərhədlərimizdə yüzlərlə insan gəlib keçirsə, Allah eləməsin, sabah böyük bir müharibə başlasa, milyonlarla insan gəlib o sərhəd qapısında dirənəcəklər. Biz ilk növbədə bir Azərbaycan olaraq, Azərbaycanlı soydaşlarımız var orada, onları qəbul eləməliyik. Onlar birinci olaraq bizə pənah tutacaqlar. Bu bizim üçün böyük iqtisadi, sosial yük deməkdir. Xatırlayıram, 90-cı illərin əvvəllərində hamımız xatırlayırıq, 1 milyon qaçqınımızı müxtəlif şəhərlərdə yerləşdirmək nə qədər bizə iqtisadi, sosial çətinlik yaradırdı. Təsəvvür edin, bunu 5 qatı, 10 qatı Təbrizdən, Ərdəbildən, Urmiyadan gələn soydaşlarımızı biz qəbul etmək məcburiyyətində qalacağıq. Onları sərhəddə, soyuqda, aclıqda buraxa bilmərik. Bu baxımdan bizim istəyimiz qısa bir zamanda bu müharibə bitsin. Aydın. Müharibə bitsin, bu daha böyük bir fəlakətlərə gətirib çıxarılmasın. Ona görə mən istəyirəm həm də sizin televiziyadan istifadə edərək həmin o sosial şəbəkə istifadəçilərinə, media təmsilcilərinə, siyasi şərhçilərimizə ki, heç bir halda bu münaqişədə tərəf tutmaq lazım deyil. Soyuqqanlı, rasional fikir bildirmək daha uyğun. Aydındır. Çox təşəkkür edirəm Əhməd müəllim, studiyamıza gəldiyiniz üçün və dəyərləndirməniz üçün. Bəli, studiyada qonağımız siyasi şərhçi Əhməd Şahidov idi və biz yaxın şərqdə İran ətrafında baş verən hadisələr və artıq 5-ci gündür davam edən Amerika Birləşmiş Ştatları, İsrail və İran müharibəsi nələr baş verdi bugün, hansı açıqlamalar gəldi və proqnozlar nədir? Bu haqda müzakirələri apardıq. Xəbər axşamı bugünün işini yekunlaşdırır. Sabah saat 20-də ən son xəbərlər və aktual mövzuların müzakirəsinə yenidən qarşınızda olacağıq. Lakin kanalı dəyişməyin, çünki realda xəbər axını davam edir.